Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda kafedə ölüm hadisəsi baş verib. Xəbər verilir ki, hadisə Suraxanı rayonu Övsan qəsəbəsində yerləşən kafedə qeydə alınıb. Qəsəbə sakini 62 yaşlı Nəcməddin Baquldonoviç Rəcəbəliyev kafedə qəfil ölüb. Hadisənin ürək tutması səbəbindən baş verdiyi bildirilir. Allah rəhmət eləsin, yaxınlar nəzərlərinə səbir diləyirik. Əmrah Bakıya idman geyimində gəlib, hava limanından səhnəyə çıxdı. Xəbər verilir ki, bu sözləri aparıcı Vüsal Əlizadə verilişində deyib. Aparıcı Türkiyəli ifaçı Əmrah və Çelikin Bakıda konsert zamanı tamaşaçılara hörmətsizlik etdiyini deyib. Yandım, töküldüm ki, o gündə səhnəyə çıxdı. 5 qram ona hörmətim var idi, yerlə yeksan oldu. Nə ixtiyarla mənim xalqımın qarşısına küçədə geyindiyin geyimlə çıxdı. Başqa yerə kostyumla gedirsən, hörmət etməlidir hər kəs. Hələ uşaqlıqdan sevdiyimiz Çelik bu yaxınlarda gəldi, biganə yanaşma, tərbiyəsiz yanaşma. Xanımı itələyib, hələ şərhə cavab da yazırdı.